hissəsinin dolabı 260 enində xüsusi dizaynlı MDF qapaqlıdır. 6 ədəd 2 bölgülü dolabın sağ hissəsi hər bir hissəsində bərabər bölgülərlə təchiz olunmuşdur. Yataq rəsminin 2 güzgülü qapı hissəsində isə asılqan altda 2 silmə, üstə və bir bölgə ilə təchiz edilmişdir. Sol tərəfi isə 2 hissəyə bölünmüş, asılqandan təchiz edilmişdir. Yataq rəsmimizin taxtında 2 tumba həm silmələrin üstü yetişirilən, həm də tumbaların yanı sensor işindən təchiz olunmuşdur. Taxtın parçası Türkiyə istehsalı olan xüsusi zərif parçadan işlənilib. Eni 1.80 uzunluğu 2, altı vazaldır. Baza funksiyası sizə silik təmizləmək üçün rahatçılıq əlverişli funksiya istifadə edə bilirsiniz. Bundan əlavə, yataq dəstinin sandıqçasını ayrıca bölüm olur. Yataq dəstindən istəyən vaxt ayrıca qoya bilirsiniz, istəyən vaxt yataq dəstini pişirə bilirsiniz. Bunun da 2 bazalıdır, 2 bölgüsü var, dərinliyi də kifayət qədər böyükdür. Yataq dəstimiz bununla kifayətlənmir. 1.90 hündürlüyündə gözəl hündür boy güzgüsü aynası şəffaf, altı isə vakum silməlidir. Yataq dəstimizin termosunu vurgulamaq istəyərdim. 6 şifran sağ və solda 3 olmaqla silmənin suyun üstü yenə də led işıqla təchiz edilmişdir. 2 silmə, 2 dənə isə bölgülərlə təchiz edilmiş sağ və sol daxılları mövcuddur. Bu elə qutarmır. Yataq dəstimizin pastel hissəsi də alıcılara hədiyyədir. 4 dənə bölgüsü var, bölgülərin təşkili bərabər paylaşılıb və bütün yataq dəstinin qapaqları MDF işləmələndir. Bu tipli modellərin və hər hansı digər modelləri